Salam dostlar, salamlayıram hamınızı. Bugün daha bir maraqlı mövzuya toxunmaq istəyirəm. Biz insanlar bu material dünya bizi elə örgədib ki, heç kim bədəninə fikir vermir. Amma ilk növbədə insan bədəninə qulluq eləməlidir. Çünki bu sənin bir skafandrandır. Yəni bu oyunda, bu həyatda bu sənə verilən bu bədəndir ki, hansı ki birinci gündən sonuncu günə kimi sənləndir və sən öz bədənə baxmırsansa, nə gəldi yeyirsənsə, içirsənsə, pis vərdişlərdən uzaqlaşa bilmirsənsə və həyatını yaxşıya doğru dəyişmək istəyirsənsə, bu əks mütənasibdir bir-birinə. Mümkün deyil ki, sən bunu belə eləyib oradan da elə eləyəsən. İlk növbədə insan bədənini dəyişməlidir. Bədəni dəyişmək deyəndə nə nəzərdə tuturam? Zərərli qidalardan əl çəkməlidir. Su çox içməyə başlamalıdır. İdmanla məşğul olmalıdır. Özünü formaya gətirməlidir. Saçıva qulluq elə, dişlərinə qulluq elə. Paltar, gözəl paltarlar giyin. Qarderobunda ən gözəl paltarları giyin. Saxlayırsan ən gözəl paltarı hansısa bir günə. Bunu elə həmin bugün giyin. Bugün sabah giyin, hər gün giyin. Ən gözəl paltarları seç. Pis paltarları atulla. Yaxşı paltarları saxla. Özünə xoş olan, özünü gözəl hiss elədiyin, o enerji sənə verən paltarları saxla özündə. Özünə qayğı ayırdıqca başqa tərəfdən sən dünyanı görürsən. Dişləri elə adamlar var ki, günlərlə dişlərini yumurlar. Standart gigiyena qaydasıdır. Yəni sən dişlərini yumursan, ağzı ilə gəzirsən, çinmirsən, özünə baxmırsan, saçına bax, bir daraq vur saçına, bir krem vur, krem vuraya da çətin bir şey deyil ki. Marketlərdə hər yerdə doldu satılır. Civə uyğun. İstəyirsən ucuzunu al, istəyirsən bahasını al. Amma özünə qayğı, güzgün qabağında deyən saçına əl gəzdir, dişlərini, üzvü düzəlt, bədənivə bax. Özünə söz ver ki, bundan sonra bədənimi yaxşı eləməyə çalışacağam. İdmanla məşğul ol, gündəlik çıx gəz. Siz bilirsiniz ki, gündə insan 10 min addım atmalıdır minimum. Yəni keyfiyyətli həyat yaşamaq üçün. Atırsınız o 10 min addımı? Xeyr. Bu 10 min ata bilmirsən 5 min addım at. 10 min addım hardasa gündəlik 1 saat 20 dəqiqə, yavaş templə 1 saat yarım gəzməkdir. 45 dəqiqə gəz, 40 dəqiqə gəz, gündəlik 40 dəqiqə, 45 dəqiqə gəz. Gör sənin həyatın nə qədər, neçə dərəcə dəyişəcək bu müddətdən sonra. Düşüncələrin dəyişəcək, ətrafa olan baxışın dəyişəcək. İnkişaf əvvəlcə bədəndən başlayır. Çünki bədən ruhun evidir. Bir Amerika Universitetində bir professorun çıxışı olmuşdu. Tələbələrə sual vermişdi ki, sual verməmişdi, bir tapşırıq kimi vermişdi. Demişdi ki, təsəvvür eləyin, gəlib sizə deyirlər ki, sizə bir maşın veririk. İstədiyiniz maşın, ən son model, ən son modeldən də əlavə, ən son funksionallıq, hər şey, fullu, ən bahalı, ən son maşın istəyinizə uyğun verilir bir dənə. Amma həyatınızın sonuna kimi o maşını sürəcəksiniz. Başqa maşınınız olmayacaq. Və bundan sonra bir sual verir. İndi baxın, bu maşını siz seçsəz, siz ona necə baxarsınız? Qoymarsınız o harasa dəysin, onu təmiz saxlayarsınız, detallı qulluq eləyərsiniz. Bilərsiniz ki, bu maşın sizin həyatınızın sonuna kimi bir dənədir. Başqa maşın almaq şansınız yoxdur. Bunu sürməlisiniz. Buna gözəl baxmalısınız. Eləcə də sizə bədən bir dənə verilib.